Səhər çağında görüşümüz davam edir. Hörmətli dostlar, əziz tamaşaçılar və əgər mədəniyyətdən söz düşmüşkən, ümumiyyətlə təkcə Azərbaycan deyil, qardaş Türkiyə ölkəsində də Azərbaycan mədəniyyətini sevir, izləyir və bir çox layihələrdə, tədbirlərdə yeni proyektlər meydana gəlir və 24-cü ildə də bu proyektlər davamlı olacaq. Xüsusilə əgər incəsənətdən, mədəniyyətdən, ədəbiyyatdan söz düşmüşkən, TRT Türk kanalında yeni bir proyektin yayımlanması, bu da təqdirə layiq bir haldır. Yanvar ayının 7-sindən etibarən artıq başlayıb bu layihə və biz istərdik ki, bu layihənin müəllifi və ideya müəllifi və aparıcısını indi canlı Skype bağlantısı ilə sizə də ötürək. İstanbul Universiteti Elmlər namizədi Türkiyədə yayımlanan Azərbaycan Rüzgarı televiziya və radio proqramının müəllifi, eyni zamanda aparıcısı Səidə Ömər bizimlə Skype bağlantısındadır. Səidə xanım, xoş gördük. Sabahınız xeyir olsun. Xoş gördük. Sizin də sabahınız xeyir olsun. Salamlayırıq və yeni layihənizlə bağlı sizi təbrik eləyirik. Yeni münasibəti ilə ürəkdən təbrik eləyirik. Yeni ilə yeni uğurlarla həm də dövlətimizə, mədəniyyətimizə xidmət edən bir layihə ilə start verdiniz. Bəli, elədir. Mən də sizin yeni ilinizi təbrik eləyirəm. Ümid eləyirəm ki, bu il hamımız üçün gözəl, yadda qalan, xoş bir il olacaq. Bəli, 2024 ili mənim üçün də fərqli başladı. Dünəndən bildiyiniz kimi mən müəllifi və aparıcısı olduğum Azərbaycan Rüzgarı proqramı 4 ilə yaxın idi ki, Türkiyənin fərqli televiziya kanallarında yayınlanırdı. Amma dünəndən etibarən biz fərqli bir radio dalğalarında əsməyə başladıq. TRT Türkü radiosunda və hər bazar günü gecə saatlarında Türkiyə vaxtı ilə 23:30-da biz dinləyicilərin qarşısına gələcəyik və özəlliklə proqramımızda Azərbaycan muğamları və xalq mahnıları və Azərbaycan ədəbiyyatından şeirlər səslənəcəkdir. Deyirlər, bir xalqı yaxından tanımaq istəyirsənsə, mütləq onun musiqisini dinləməlisən və Azərbaycan xalqının düşünürəm ki, karakterini bilmək istəyənlər mütləq onun muğamını dinləməlidirlər, xalq mahnılarını. Çünki Azərbaycan mədəniyyətinin incisi olan muğamları dinlədikdə biz Azərbaycan xalqının karakterini görə bilmiş oluruq, biz milli kimliyimizi, ruhumuzu hiss edə bilirik mahnılarımızda və bildiyiniz kimi bizim muğamlarımız, Azərbaycanın qədim musiqi alətləri Mehriban xanım Əliyevanın səyləri nəticəsində UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil olunubdur və bu da qürur vericidir. O səbəbdən TRT Türkü radio dalğalarında Azərbaycan muğamlarının, xalq mahnılarının səslənməsi çox-çox önəmlidir. Çünki Türkiyə dünyaya açılan bir pəncərədir və bu pəncərədən Azərbaycan rüzgarının əsməsi çox önəmlidir və çox düşünürəm ki, uzaqlarda bizi yaxından tanımış olacaqlar. Gözəl təşəbbüs, Səidə xanım. Gözəl addımdır. Təşəkkür. Əslində mənim üçün maraqlıdır ki, baxın, xanəndəlik sənətində, yəni muğam sənətində kifayət qədər sənətkarlarımız var ki, Azərbaycan muğamını sözün əsl mənasında dünyaya təbliğ edirlər. Bəs o ifaçılar, o xanəndələri düşünürsünüzmü heç proqramınıza nə vaxtsa dəvət eləyəsiniz? Əlbəttə, bizim proqramımızda xüsusilə korifeylərimizin, Azərbaycan Rüzgarı proqramının xüsusi özəlliyi ondan ibarət oldu ki, burada ancaq bizim korifeylər və Azərbaycan xanəndələrinin səsi gələcək və onları biz əlbəttə ki, studiyada dəvət edəcəyik, canlı qonaqlarımız da olacaq və dünən örnek olaraq deyim, bizim Can Əli Əkbərov ustadımızın səsindən Qarabağ şikəstəsi səsləndi. Eyni zamanda Rahab Rəngi muğamı və Heyrati kimi zərb muğamı və bu kimi fərqli muğamlarımız Azərbaycan xanəndələrinin ifasında səslənəcək və musiqiçilərimizin ifasında da həmən mahnıları
biz izləyə biləcəyik, dinləyə biləcəyik. Və mən əlaqə saxladığım xanəndələrə də mütləq demişəm ki, İstanbula gəldiyinizdə mən sizi gözləyirəm proqrama, canlı da. Onlar da sağ olsun proqrama dəstək oldular. Onların ifaları səslənməyə davam edəcək hər proqramda. Təşəkkür edirik. Təşəkkür edirik Səidə xanım. Səidə xanım, təşəkkür edirik və əminik ki, TRT Türkü Radiosunda hər bazar günü saat 23:30-da yayımlanan Azərbaycan Rüzgarı layihəsi böyük uğur qazanacaq. Və əgər Azərbaycan musiqi mədəniyyətinə diqqət yetirsək, çox qədim tarixi var. Hətta çağdaş musiqi mədəniyyətimizdə yeni layihələr var, yeni muğam ifaçılarımız var ki, yəqin onları da sürətli şəkildə dəvət edəcəksiniz proqramınıza və bu barədə söhbət açacaqsınız. Təşəkkür edirik Səidə xanım. İstanbul Universiteti Elmlər namizədi. Türkiyədə yayımlanan Azərbaycan Rüzgarı televiziya və radio proqramlarının müəllifi və aparıcısı Səidə Ömər Skype bağlantısında bizimlə canlı bağlantıdaydı. Minnətdarıq, uğurlarınız bol olsun deyir.